Ölkədə daha bir kütləvi fırıldaqçılığın üstü açılıb. Xüsusilə bölgədə insanların etimadından sui-istifadə alıb, bu dəfə Qazaxda qeydə alınıb. Müəssisə rəhbərinin az qala bir kəndin adına kredit götürməsi qəribə görünsə də məsələnin hüquq mühafizə orqanlarında araşdırılması vəziyyətin ciddiliyindən xəbər verir. Məsələni Ləman Ələşrəf qızı araşdırıb. Qazaxın Xanlıqlar kəndində baş verən hadisə bir neçə gündür ki, mətbuatın gündəmini zəbt edib. Söhbət körpələrimizin təlim və tərbiyəsini etibar etdiyimiz bağça müdürünün adının heç bir tərbiyəyə sığmayan hərəkətdə hallandırılmasından gedir. Üstəgəl bu hadisə həm də Azərbaycanda şəbəkə cinayəti məsələsini təkrar aktuallaşdırır. Xatırlayırsınızsa, bu ilin əvvəlində Azər Mühafizə MMC və Qala Mühafizə MMC adlı fırıldaqçı qurumlar yaxalarını ələ vermişdilər. Bu qurumlar 2013-2014-cü illərdə mühafizəçi və başqa vəzifələrə qəbul olunmaq üçün ayrı-ayrı vətəndaşları aldadaraq onları depozitə pul qoymalarına inandırmış, sonra da taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytarmaqla digərlərini də bu işə cəlb etmişdilər. Xanlıqlarda baş verən hadisə də güman ki fərqli deyil. Kənd sakinləri də əslində elə bu qənaətdədirlər. Onların sözlərinə görə bank filialları vasitəsilə ümumi dəyəri 103 min manatdan çox olan krediti rəsmiləşdirib, indi də qaytarmaqdan imtina edən bağça müdürü Xatirə Əskərova bu işdə tək deyil. Bank işçilərindən əlbirdilər. Bir də ki, Pərvanə adlı şəxslər. Onlardan hamısı əlbirdilər. Bütün nə iş qarışdırırlarsa da hamısının eyni sözü, eyni cavab alırıq hamısından. Məlumat üçün deyim ki, pulları mənimsədiyi üçün axtarışa verilən hansısa Pərvanə Səfərova ortalıqdan qeyb olub. Amma ortalıqda maraqlı suallar var. Yaxşı, bəs krediti verən bankların marağı nə idi ki, hətta əmək haqqı 60, 70, 100 manat olan vətəndaşa belə kredit verirdi? Bu sualın cavabını adı hallandırılan banklardan birinin filial müdürü belə cavablandırıb. Bunlar hamısı kənd adamlarıdır. Kənddə həyatyanı sahələri var. Heyvanlarla, bağçılıqla məşğul olurlar. Və ancaq həmin bağçılıqla təsərrüfatına görə verilir. Bağça müdürü Xatirə Əskərova isə bu məsələdə yaxasını maksimum kənara çəkməyə çalışır. Hər halda o da müxbirimizlə söhbətində öz rolunun sadəcə banka müştəri cəlb etmək olduğunu deyib və bu məsələdə daha başqa mətləblərin olmasına diqqət çəkib. Sakinləri danışdırın. Sakinləri də inanmıyorsunuz, bankin kamerası açılsın. Mənim pula əlim dəyibdimi? Ham izahat verir bugün. Ham izahat verir ki, qol çəkdik, pulu götürmədik, pul bankda kassada qaldı. Vəssalam. Ağır ittihamdır və əlbəttə əsas diqqəti bankların fəaliyyətinə yönəldir. Hərçəndi adı bu məsələdə hallandırılan bank filiallarından birinin rəsmisi bu ittihamı rədd edir. Bütün banklarda heç bir müştərinin pulu başqa vətəndaşa verilə bilməz. Şəxsən özləri qəbul edib pulu, şəxsən hər biri. Hər halda son sözü hüquq mühafizə orqanlar deyəcək. Artıq məsələ ilə bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Pulları mənimsəməkdə günahlandırılan Pərvanə Səfərova barəsində axtarış elan olunub. Bağça müdürü isə bu məsələdə artıq bir qurban verib. Kənddə danışırlar ki, Xatirənin həyat yoldaşı bu qalmaqaldan sonra intihar edib. Amma bu hələ dəhşət filminin sonu deyil. Tələb edildiyi kimi bankların kameraları açılsa, kimlərinsə həbsxana kameralarına düşməsi qaçılmaz olacaq.